Uşaqlar bugün qurban olun millətimin 74-cü bölümü ilə qarşınızdayım. 75 də ola bilər. Nəysə, ora çox qarışmayın. Bugün yenə Azərbaycan TikTokunun dərinliklərinə qolumuzu, ayağımızı salacağıq. Görələr qarşımıza nə tipdə videolar çıxacaq. Daha çox qurban olun millətimə istəyəcək bu videoya bir dənə like atmağı unutmayın. Getdik. Atamın universitetə girsənə alacağım dediyi maşın. Nə zor da la. Kim bilir? Bizə universitetə girəndə bu maşını alsaydılar və daha yaxşı şeydi, Allah haqqı deyirəm. Biraz ki 4-cü kurs olaram, amma hələ də maşını almayım. Sən məzələsən məndən, magistr 2-ci kursdayım, hələ də maşınım yoxdur. Həyatdan belə eşq görmədən ayrılsam əgər, həqiqətən də bu həyata nifrət edəcəm. Ha qardaş, dəlilər yığılıb gəlib bura bu bir vaqon. Bu nə də, bir hörcü qutarmamış sıvaq vururlar. Krişan buraxırlar. Nə var? Sən niyə elə səsə çıxarsan qaqa? Bura mənimdir. Mən narahatım. Ay, qardaş bir-birinizi başa düşün da. Qardaş çağırıb KBS-i vurun şikayətini qutarın. Bu da orada hörcü. Bura mənimdir, vurma. Bana çağıralı tutacaq. Qardaş bir-birinizi başa düşün da. Bu nə daş? Nə baş verir? Ustalar bir-birini başa düşə bilməyəndən sonra biz sizi necə başa düşək? Bilirsiniz ki, riyaziyyat məsələsində olan 100 işçi bir evi neçə saata tikər məsələsi. Konsertə şirin pambıq gətirən kişi peşman oldu. Ne oldu lan? Ne zaman maşını tullamaya başladı? Ala ne oldu bala? Oha da ha. Uşaqları başa düşürəm. Həqiqətən də uşaqları başa düşürəm, amma orada yaşlı başlı insanlar gördüm də həqiqətən. Yəni qram utandınız. Heç olmasa bu video qabağında çıxanda utandınız ki, həqiqətən biz nə hərəkət eləmişik. 1 manat qiyməti var ha onun dostum. Oy Allah, nə qədər görməmiş, az göz adamlar varsa, yəni orada yığılıb da sən öl deyirəm. Maşallah, həqiqətən də gözləyəməsin. Sevgi, məhəbbət verməyib mənə zillət. Məncə dayı arkada başqa mahnı oxuyur, prosto üstündə də başqa mahnı qoyurlar. Üstdə bu videolar niyə belə deyək gəldi, mən başım çıxmır. Bu nədən ha? Qaşı! Palazla kombin eləməyən qadında nə bilim, nə yəni? Konuş artık abi. Ne yapışıya başım çıxmır? Həqiqətən də turbalarınızı ikna elədiniz bu video çəkilmək üçün. Toyu olan beylərimiz bəy masajına buyruq verə bilərlər. Nə? Toyu olan bəy bura gəlsə o toy olmayacaq, inanırsan mənə? De, bu da mənə gəlinimin ev eşiği. Gör nə günə qoyub. Qoyub hələ çıxıb gidib gəzməyə düşür. Belə şey olar, qaynana nə qədər yığışdıran şeydir bu ev eşiği. Hə? İndiki gəlinlər niyə belə çıxsa mən bilmirəm. Bax elə, birincisi. Sən necə bir qaynanasan ki, oturub ona baş salmaq yerinə, gəlirsən burada video çəkirsən, onu biabr eləməyə çalışırsan. Məqsədin nədir? İkincisi də ki, böyük ehtimal soyuducunun içini təmizləyir bu arada. Soyuducu açıqdır və içərisi boşdur da. Havalandırmaq üçün də açıq qoyub gedib ki, havalansın, sonra təzədən içinə yığsın. Yəni bilib-bilmədən video çəkmək və onu kiçik düşürməyə çalışmaq çox alçaqca bir hərəkətdir, sözün düzü. Yəni bilmirəm. İnşallah yumor məqsədi ilə seçilmişdir bu video. Yoxsa yaxşı şeylər deməyəcəklər. Yaxşı şeylər demək istəmirsizsə, yorulmaq qisminə yaza bilərsiniz. Bu naoçnik yeri deyil. Bu işıqdır, burada balaca bir işıq. Bu knopkanı basanda yəni ki işləyir. Knopkanı basırsan sönür. Burası yuxarısı Type-C yeridir. Və bura Type-C. Telefonu zaryadkaya qoymaq üçün. Aşağı tərəfi də USB-dir. Yenə telefonu zaryadkaya qoyursan. Bunu indi hər cür sual verirlər. Biri deyir bu otağı işıqlandırarmı? Ay başın işləyirmi, işləmirmi? Bax bu balaca bir işıq. Otağı işıqlandırarmı bu? Dayı desən qazaqlı deyə, işləyərmi? Başın işləyirmi? Biri deyir data kart yeridir. Burada data kart mı olar? Rozetkanın üstündə data kart mı olur? Biri deyir bura elə bildim naoçnikdir. Hansı devirdə yaşayırsan? Dünya görmürsənmi? Belə bir naoçnik yeri olarmı? Lap olsun burada nəyə qulaq asacaqsan? Dayı deyəsən ironiya ilə tanış olmuyor və həyatı boyunca sən öldürəm. Ciddi hər müsadə cavab verir. Salam aleyküm. Salam aleyküm. Deyəsən xaricilərə həqiqətən də öyrətdikləri ilk şey söyüşlərdir. Videonu bəyənməyən belə oğlu olsun. 2009 mu? 2009'da nə qala?
qaqaş qabağın görmür. Dostum, nə vacibdir də, yəni bax ora qədər uzatıb bax nə vacibdir. Yəni başa baxın mənim də saçım uzundur. Amma mənki gözümün üstə düşmür. Bax bunu kəsib atacağam mən axırda səni öldürəm. Ay zibilə qalsın. Bir yaz pis zibilli itmək. İnsanlar xarici görünüşə görə niyə təhqir edirsiniz uşaqlar? Mənsiz. Ayaqqabı satılır, qiyməti 3 manat, razımay 38 real azla əlaqə saxlasın. Nömrəni də bir dənə yazın. Cəmiyyət içində ciddi olan dostumla mən. Böyle stikere bakın belə. Yəni bu yaşda da həqiqətən də əyləncənizi itirmişsə, həqiqətən də hal olsun, başqa heç nə demirəm. Kənd yerində kimin nəvəsi olduğunu tutuzdurmağa çalışan nənəmin baxışları. Özə bilirsiniz nədir? Tanıyana qədər baxacağa 360 dərəcə kamera kimi siz gözdən itənə qədər baxacaqlar sizə. Şabrandaki diamond. Şabrandaki diamond. Şabrandaki da. Allah sana bir söz deyim. O günlərdə evin içində ilibiz tapdım. Fişəşə bilirsiniz. İlibiz ya Allah, özü ayağımın altında qaldı. Zibilə qaldı. Həyatımda bu qədər iyrənməmişdim də yəni. Brandakı Diamond kənddə alınan maks təhlükəsizlikdir. Güvenlik durumu şöyle söyleyeyim abi. Yani güvenlik durumu bayağı bir yoğun. Oranın Çin səddindən daha yaxşı qoruyacağına əminəm. Ona nə lan? Qardaşım, onların hamısı heç nədir. Sən dua elə ki, deşikdən ilan çıxmasın. Onda pis olacaq həqiqətən. My name is Azərbaycan. I'm not Brasilia. My name is Azerbaijan. Bir dəqiqə la. I'm not Brazilian. My name is Azərbaycan. Mən Braziliyalı deyiləm, Azərbaycanam. Bu nə cümlədir Allah? Dans best блядь, Braziliya. Sizə belə bir dənə video izlətdiyimə görə həqiqətən də üzr istəyirəm. Yuxudan hindi durdum, qalxdım. Yemək yiyordum, nə bilim nə yiyordum. Şimdi də kiməcəm. Qırxınacam, şuramda qırxınacam, nə yiyəcəm bilmirəm. Qırxınacam nədir la? O ingiliscə qarşılığı tam olaraq ingiliscə nədir la? Azərbaycanca qarşılığı tam olaraq qırxınacam. Sonra şəkillərini atarım sana, bakarsın. Hamamda lüt çəkdirənim, baxarsan. Aa, yaxşı. Məncə bura qədər baxmaq kifayətdir buna. Ədəbə ilə çağırdığım zurna salaslarında. Bir yaz bir şey qaqa səbir ol, İlham abad eləyib çıxacaq. Burada nəinki Kamriye, burada həm MRT var, həm Uzi var, həm Rengen var. Yəni dünən mən maşını saxlamışdım bunun altında, bu günləri analizlərimin cavabı çıxıb. Bana bir şey başım çıxmır. Bura haradır birincisi, ikincisi də ki, ən az bir 10 dənə kamera eyni yer çəkir də. Yəni bunların nə mənası var ki, beləncə mən başım çıxmır, nə belə? Yüncülvari bu videoya baxmaq üçün gecikmişik elə bil ki. Xəncəsə məndən bu videoya bir like at. Spider-Man sifariş qəbul olunur. Oy süpür. Spider-Man denəməsə. Sən bir dənə söz deyim, mənim olduğum Spider-Man-dən daha çox Spider-Man-də sən öldürəm, nə yəni? Biz dünyayı qurtaracağıq. Wow, hər dəfə bu məkana gələndə bizi təəccübləndirirlər. Hər gəlişimdə menüyə fərqli, qeyri-adi təamlar əlavə edilir. Allah elə bir Rəşdə sən öldürəm. Rəşd gəl bax. Keçən ilin iyulun 8-də Rəşdə biləncik basıb aparmışlar. Sonra basıb gətirdilər. Rəşdə videosu istəyəcək yorumlar qismində yazmağı unutmayın. Mən bu günlərim sənə bu salamı bir qardaş kimi verirəm. Alsan da özün bilərsən, almasan da. Aleyküm salam, aleyküm. Salam aleyküm mənim qardaşım. Aleyküm assalam. Həqiqətən böyük insansan. You can ask the flowers. I sit for hours. Telling all the Dayı video musiqi ilə tam olaraqdan uyğunlaşmayıb, amma yaxşı video idi. Mən vəsifəti belə sürə bilmirəm. Qısqandım şəxsən sən. Böyle stikerə baxa bilmirəm. Shawarma, ya baba بدنا shawarma, mayonez و batata, shawarma. Dayı 50 qəpiklik ədəbiyyat çəki ilə gətirib. Siz bura bu nədir belə? Magistrə qəbul olum 2 ildə belə fırladım. Bəli, Vaynkomat. Bir ildən sonra bizi də basıb aparacaqlar Vaynkomata. Mən də arxacaqsız uşaqlar məndən sonra. Həqiqətən yox, çox zarfasız deyirəm. Yəni video atmayanda kanalın boş olduğunu görəndə nə hiss eləyəcəksiniz? Bir vaxtlar deyirsiniz ki, bu kanal hər gün video atırdı, amma indi baxırsan milçək uçur. Salam dostlar, hər vaxtınız xeyir. Deməli, işdə işləyirəm, bir 15 günlük evdə işləyirəm. Ev yəsi mənim pulumu vermir. Vermir deyəndə yuvadır, bu gün verirəm, sağ verirəm. Mən də bu günlərə azığa düşdüm. Unitazım bağladım var yuxarıya. İndi mən neçə gün 15 gündür burada əziyyət çəkirəm, işləyirəm, mənə pulumu vermədi. Budur ömrü boyu çıxacaq burada və bayra burada edəcək. Ömrü boyu əziyyət çəkir. Bu evyələr niyə belə deyib çoxlar ya? Mən başım çıxmıyor. Cəbizə pul qoyun da. Cəbizə pul yoxsa evizə usta niyə gətirsən? Mən başım çıxmıyor. Sən öldürə. Bəcə bilirsən qardaşım. Həmişə kişilər belə şəkil paylaşır deyil ki. Məni dəyişdi bir
Xal olsun belə qadınlar, sən öldürəm. Yəni sizin kişilərin nə eksikliyi var? Hər şey eləyə bilər, sən öldür. Feministlər üstümə təşkil edir. Sən nə demək istədin? Bilirəm ki, oranjda kompot hardan tapdı. What the fuck? İzni səhikdən ha. Ben o şey kompot olar aldım. Nə rəngir biraz? Oğluşum projede yaptı. Nə zor da la. Oğlum bizim məşğulda eksperimentik proje ödəvidir. Belə maraqlı şeylər düzəltmək heç elə şeylər yox idi. Səni öldürürəm. Bizdə bir dənə texnologiya dərsi var idi. Plastikdən şey düzəldib apardıq. Başqa heç şey. Peydaş heç eləmirdik də yəni. Rayon havası başqadır. Nədir o bamballıq? Hə, bamballıq rayon havası başqadır deməyin şeydir. Bamballıq budur. Bamballıq niyə oluşur? Tuta bilmədim onu. Yəni rayon havası başqadır çünki daha təbiidir, hava daha təmizdir, daha çox ağac var, daha çox təbii oksigen var orada. Başa düşsən yəni. Təbii oksigen necə bir sözdür bilirəm, yaxşı. Amma ki bamballıq deyil mənim fikrimdə, bilmirəm, sevmədim bu video. Rayonda gedəndə yolun qırağında dünya aləm vecinə olmayan həmin o inək. Niyə rayondan gedirik? O günlərdə mən də rayona getmişdim bu arada. Bir dənə getdim dəydim də başlasın bir günlük. Belə bir şey yaşamışdım. Hətta yoluna gedirsən elə bil ki, 4 tərəfli qoyunlar basır. İmkan vermir ilərləməyə. Gəl gözləyirsən ki, soban bu qoyunları aparar. Azərbaycan evlərdə hardan gəldiyi məlum olmayan əşyalar part 1. Aha, görək nələr gəldi. Ayzi böl bu bəl bu hamının evində vardır. Evində olmayan varsa, deməli sizin evinizdə ad gün keçirilməyib, ki sizə gətirməyiblər bunlar. Ya bu zaten çox klassik də başlayırsan. Deyirsən ki, içi görünməyən bir paşet verir, 20 qəpiyim var. Çıxarıb bunu verirlərsə. Bəli, çayxanaların olmazsa olmazı. Evlərdə çox görməmişəm, amma çayxanalarda həmişə olur. Sizdə hansılar var uşaqlar? Yazın yorumlara. Bu arada kanala abunə olmayan varsa həll olsun, heç işsən. Ha, baxırsan niyə abunə olmursan? Ha, özündən utanarsan heç. Azərbaycanda maraqlı və qeyri-adi toy hadisəsi yaşanıb. Yevlax rayonunda keçirilən toy məclisində gəlin iştirak etməyib. Bu toy Yevlax rayonunun Qoyunbidəsi kəndində baş tutub. Hər şey adət-ənənəyə uyğun təşkil edilib. Qonaqlar gəlib, musiqi səslənib, süfrələr açılıb, toy əhval-ruhiyyəsi yaşanıb. Ancaq bir fərqlə, toy məclisinin əsas qəhrəmanlarından biri olan gəlin məclisdə iştirak etməyib. Ailənin sözlərinə görə bu qərar qarşılıqlı razılıq əsasında verilib. Gəlin toy məclisini canlı bağlantı ilə izləyib. Qonaqlarla məsafədən də olsa ünsiyyət qurub. Əgər gəlin həqiqətən gəlindirsə, məncə problem görmürəm burada. Əgər Taylanddan gəlirsə, onun gəlin olmama ehtimalı da var. Əmr elə komutan 20 dəqiqəyə Zəngəzur götürür. Hərbi xidmətə yararsız. Ən bəxtəvər adamlar desən öldür. Evə gələn oğrunu qorxutmaq üçün YouTube-da polis səsi qoşaram, reklam üçün. Suqa nədir bilirəm? Əlbəttə, amma evli adamlar uzaq dursun. Suqa nədir bilirəm. Var uşaqlar, o reklamda bilmirəm bunu. Bu detay fark elipsi yoxsa yox. Adam suqa nədir bilirəm deyəndə mikrofonu qadına tutur, hə? Qadın da açmağa başlayanda özünə tutur. Yəni bu eyni zibillərdə, eyni düzəltir onsa reklam bilir. İnşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox qrup olmamı iletmək istəyirsə, bu videoya 3000 like atmağı unutmayın. Kanala abunə deyilsizsə, abunə olmağı da unutmayın deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə.